Şəhriyar Məmmədiyarov yox. Teymur Rəcəbov yox. Rauf Məmmədov yox. Onların heç biri indiyənəcən şəxsi Avropa çempionatında çempion ola bilməyiblər. Çox maraqlıdır. Onlar bir yerdə komanda heyətində Avropa çempionatını uda bilirlər, amma şəxsidə qızıl medal qazana bilmirlər. Maraqlısı həm də odur ki, heç bir Azərbaycan şahmatçısı şəxsi Avropa çempionatında birinci yeri tuta bilməyiblər. Kişilərdən gedir söhbət əlbəttə ki. Ancaq bir dəfə 21 il bundan qabaq Teymur ikinci yeri tuta bilib. İndi növbəti Avropa çempionatı başlayır, Polşada keçiriləcək və Azərbaycan heyətində 14 idmançı çıxış edəcək. Onlardan hansının şansı necədir demək çox çətindir. Çox maraqlıdır ki, bu dəfəki heyətə 14 yaşlı Xaqan Əhməd də daxil edilib. Deyirəm, əgər daha təcrübəlilər də alınmırsa, bəlkə bizim Wunderkinddə nəsə alınar və ümid edək ki, onlardan kimsə, bəlkə də elə Xaqan bu dəfə tilsimi qırıb Avropa çempionatının qızıl medalını Azərbaycana gətirəcək. Necə ki, qadınlarda Ülviyə Fətəliyevə əldə etmişdi bu qızıl medalı, ümid edək ki, nə vaxtsa kişilərdən də kimsə çempion olacaq.